Çünki allergiya ola bilərdi. Allergiya ola bilər, sonra məsələn son dönəmlər ümumiyyətlə bu ingrediyentlərin bəziləri sintetikləşir. Bu da tam pis anlamda deyil. Elə sintetik var ki, təbii ki, o analizdən keçir, yoxlanılır və s. Müşk məsələn ceyranı var, onu müşkün çıxartmaq qadağandır. Çünki heyvan haqları ortalığa girib, həmçinin məsələn ənbər balinadan atılır. Ondan çox istifadə olunur ətirlərdə. Notları saxlayan və qoruyan kimi də istifadə olunur. Yəni bu dəqiqə onun təbiiləri onsuz da qadağandır və bəzi ingrediyentlər də ola bilər təbii azalıb. Ona görə sintetikə keçirlər və sintetik də keyfiyyətlisi də var təbii ki. Ola bilər keyfiyyətsizi də var. Yəni bunun belə deyək, ətir istifadəçiləri özləri baxmalıdırlar bu məsələyə. Azad bəy, deməli bir 30 milli qablaşmalı ətir bir götürsək, onun çox belə deyim, ətirçilər 50%-ni ətir yağı, 50%-ni isə parfum suyu əlavə edir. Bu düzgündür? Yəni miqdar nə qədər olmalıdır təxmini? Maksimal doza yağın konsentrasiyası 40%-dir. 40%-dir. Orijinallar əsasən belə deyək, 25, 30, 20% qatırlar və fabriklərdə necə olur? Qatılır, hardasa 2 ay ərzində sərin və qaranlıq şəraitdə bu ətirlər qarışdırılır. Optimal ətirin saxlama temperaturu müsbət 16 dərəcədir. Sonra insanlara təqdim olunur. Yəni ətir əslində belə hazırlanır. Yəni ətirin qoxusu qaldıqca daha yaxşı olur. Daha özünü tutur, daha zərif olur. Bəzən deyirlər, məsələn, yağ əsaslı ətirlər nəsə tünd olur. Və səbəb budur. Çünki yağ əsaslı ətirləri gərək saxlamaq lazımdır. Ən azı bir 3 həftə, 4 həftə, 1 ay ki, o zərifliyin saxlasın və normal ətirin belə deyək, təqdimatı elə olmalıdır. Yəni ətri dərhal parfüm suyu ilə qarışdırıb vermək təqdim etmək düzgün deyil. O qədər də düzgün deyil, bəli. Bir də ətir işlə məşğul olan şəxslər hansı müddətə bu işin incəliklərini öyrənə bilərlər, müraciət edirlər. O deyirsiniz, biraz əvvəl dediniz ki, ən az adları bilməlidirlər. Mən ətir işlə məşğul olmaq istəyirəm və bir mağaza açıram. Bu işdən anlayışım yoxdur. Hansı müddətə onu öyrətmək olurmu onu, yoxsa? O şəxslər ki, o iş adamları ki, o qardaşlarımız yaxud bir bacılarımız deyək, ətir biznesinə girişmək istəyirlər. Yəni sırf burada maliyyənin məqsəd qoymasınlar. Çünki gözəl iş görəndən sonra o vəsait onlara gələcək, geri dönəcək. O insanlara gözəl xidmət edəndən sonra. Çünki ətir sahəsi elədir ki, mən özüm məsələn ətir şərhlər edirəm. O ətiri blotları vururam, araşdırıram, notlarına baxıram. O qoxuluyuram, düşürsünüz başqa bir gözəl dünyaya. Ola bilər, nadir insan ola bilər ki, ətiri sevməsin. Amma əksər insanlar o ətiri sevirlər. Məsələn, elə ətirlər var ki, birində kitabxana qoxusu verir, birində təmizliyin qoxusu. Məsələn, blanş ətri var, təmizliyin qoxusunu verir. Yəni vurursunuz, o sizi başqa dünyaya aparır və əksər insan mümkün deyil ki, sevməyəsən onu. O ətri sevsinlər, öyrənsinlər onu, notların, parfümeri, hansı tip ətirlər hansı insanlar üçündür. Bunları öyrənsinlər və yəni öyrənərək elmlə girsinlər bu işə. Düşünürəm ki, onda onların maliyyəsi də olacaq, gözəl xidmət göstərsinlər. Məsələn, əməkdaşları, satıcıları gülər üzlə qarşılaşsınlar, işin bilən insanlar olsun, əhli olsun. Yəni müştəri içəri girəndə onlara yüksək səviyyədə bir qabağına çay qoysunlar, blotteri də vurub təqdim etsinlər o ətləri. Müştəri hətta ətiri almasa belə o önəmli faktordur. Bəli, o bir müddət sonra ola bilər 5 aydan, 6 aydan o iş sahibi böyük ehtimal uğur qazanacaq. Təbii ki, burada indi başqa sahələr də var. SMM xidmətlərində mütəxəssis götürsün, ola bilər buxalteriya məsələləri var. Yəni hər işçini mütəxəssis götürsə, yəni məqsəd sırf pul qazanmaq olmasa, yəni təbii ki, pul olmalıdır. Sonunda gəlir yenə də. Gəlir, gələcək, amma əsas o keyfiyyətli iş görsün. Düşünsün ki, mən 100 il, 200 il bu işi görəcəm. Qısa müddətdə olmasın. Məsələn, necə ki, baxırsınız ki, Avropanın Peçenyasını alırıq. 1878-ci zavod, yəni keyfiyyət amma yüksək səviyyədədir. Xanımlar yoxsa bəylər, hansılar, bu sadə bir sualdır, hansılar daha çox ətirdən istifadə edirlər? Bilirsiniz, ətir, mən belə düşünürəm ki, emosiya ilə bağlıdır. Xanımlar daha çox emosional deyə və xanımlar daha çox ətr alır və həqiqətən də məsələn bizdə 800 üzəri xanım ətridir. Ay maşallah. Yəni bu göstərir ki, dünya bazarında xanımlar ətri daha çox istifadə edir. Təşəkkürümü bildirirəm. Son olaraq nə tövsiyə, nə fikirləriniz var? Həm yeni kolleksiyalarla bağlı olaraq, həm də sizə müraciət edənlərlə bağlı. Bizim butik var, ora yaxınlaşa bilərlər. Yəni satışda var hazırda bu. Satışda da var və Azərbaycanın fəlsəfəsi ilə ətir formasına tanış ola bilərlər. Neçə millidir? 75 millilik qablardır. Bəli. Və yəni bu o dünyaya girsələr fəlih olacaqlar. Nə gözəl. Mənim özümə də çox maraqlı oldu. Təşəkkürümü bildirirəm və inanıram ki, ətir haqqında qısa da olsa bizə baxanlar geniş məlumatlar əldə etdilər və bir daha nəzərinizə çatdırmaq istərdim ki, efirimin qonağı Ətirşah Butikin PR meneceri Azad Ağaxanov idi. Bugün biz ətirlərlə bağlı və ümumi olaraq Ətirşahın yeni bir kolleksiyası olan Vətən kolleksiyası haqqında geniş məlumatları əldə etdik.